rüşvət alanın, rüşvət verənin başı kəsilməlidir ifadəsindən daha məntiqsiz ifadə yoxdur bu dünyada. Əhalinin əsas kilit insanları, kilit nöqtəsi kimlərdir? Deputatlardır, həkimlərdir, polislərdir, müəllimlər, direktorlardır. Əhali hər şey bunlardan keçir də. Təhsil müəllimdən keçir, direktordan keçir. Səhiyyə həkimdən keçir, doktordan keçir. Ədalət polisdən keçir, ədalət hakimdən keçir. Ən əsas təbəqələr, yəni bunlardır. Bunlar əgər qaydasında olmasa, düz işləməsələr, heç dünya, heç insanlar, heç bizim sistemimiz ayaq üstə qala bilməz. Hamısı aşıb tökülər. Dövlətlər elə şərait yaratmalıdır ki, hansısa deputatın, hansısa məmurun Əhməd kişinin 50-liyinə, 100-liyinə ehtiyacı olmasın. Deputat, məmur o qədər maaş alsın ki, rüşvət almağa ehtiyacı olmasın.